No, no, bro. Zarafat eləmə. I don't say Sana'nın kızı benimdi. Kaka. Don't worry, brother. Kaka. Adver, sen Tolik'lə onun videosunu göndəriblər. Atım şeyə WhatsApp-a. Tolika demin de aşağılar xahiş edirəm. Tolika demin de Tolik naşduruk. Demin Tolika. Duruqdu deyən, gəl indi burada ayrı seçkili eləyək. Sən də özüm ölüm Tolik'in Lüboy bir dənə aşıqasını anlayışla qarşılayaram. Tolik çıxdı milyonların önündə, əlinə aldı mikrofon. Dassız oyuna qayıtdı dedi ki, dedi ala adam xaricdə yaşayan hər adama vətən xaini deyə bilməz. Dedi onlar şəhid ailəsində. Sana'nın vəkili məndən danışıb bu gün şəxsən. Dedi ki, Sana'na mən dünən özüm başa saldım ki, sən heç bir əsaslanaraq bir adama status təyin edə bilməzsən. Azərbaycan dövlətinin gücü gör nə qədər bərbad və cılızdır ki, dövlət rəhbərlikləri, dövlət qurumları, baş idarələr qalan yerdə yerindən duran hər küçüyün balası istənilən adı kimsə qoya bilir. Vətən xaini qoya bilir. Sənan, heç görmədim Xaçaturyan'a xain deyəsiz. Bir canlılarda ondan danışasınız ki, vətən xainin niyə azad elədiniz? Yadınızdadır? Davam edirik. O pullar ona yerə gələcək. Səthi bağlayın. Maşın vardı hər yerdə, heç kəs aparmamışdı. Səthi bağlayıq. Bunları qamçılayıram ki, davay parmağınızı işə salın. Eşitdiniz nə deyir? Qamçılıyı ki parmağınızı İzləyiciləri və modları qamçılayıram ki, davay parmağınızı işə sarın. Lağasın. Sənlə bilsən, boşu-boşuna gəlib bu səviyyəyə çatıb canını. Sən görmürsən, Çeviş 5-6 ay bundan qabaq olan danışığı hara, indiki hara o studiyanı yaradan kimdir, sən elə bilirsən. Onun ideyasını hamısını mən vermişəm. O studiyanın, o musiqinin. Musiqini belə bir sipariş verir. Bunun dediyi musiqini qoyur. Sevim Üzr istəyirəm. Mən vəkillə danışanda onun öz vəkili gözəl bir şeydir. İndi mən onların tərəfində ola bilərəm hansı halda ki, mən qanuni tərəfindəyəm. Vəkil çox mədəni adamdır, yenə deyirəm. Amma belə bir şey dedi. Dedi ki, mən burada onların tərəfində xırda belə birləşmə nəticəsində əgər maliyyələşmə durumu varsa, mən onların özünə də demişəm, onlardan uzaq duracağım. Faktiki olarak Sənan da özü öz adından deyir ki, biz burada bir adamı önə vermək üçün maliyyələşdiririk. Kart qoyuruq, pul yığırıq, pul atırıq, kamera alırıq. Bunlar zaten maliyyələşmə deməkdir. Amma ki biz bunun kökünə getmək üçün normalda biz bunun kökünə etməməliyik. Dövlət düşməlidir ortalığa. Bizdən dövlət nəyə gözləyir? Mənə bu çatmır. Mən Nigar Fərhaddan danışdım. 2 il 4 dənə video çəkdim. Nigar Fərhaddan. Qaqa gözləyirlər ki, əli video çəksin, cəmaat gedib şikayət eləsin, sonra adam araşdırsınlar. Bir cındırzadır. Hə? Elə də deyirlər ki, Nigar Fərhad insanlardan pula... Bunu mən deyirdim də. Qeyri-adi xəbər verdiniz ki. Bunu Əli 4 ildir deyirdi. Əli oturub onun üçün 10 dənə video çəkəndə Əliyə çox sağ ol demədiniz. Sonra belə Əli ki, bunlar şikayət var. Mənim videolarıma baxıb cəmaat gedib şikayət elədi də. Yalandan da derdi Amerika vətəndaşı. İndi də gözləyirlər ki, biz bu söhbəti araşdıraq, dibinə çataq, verək bunlara. Qaqa polis orada kayfa qulluq eləyir. Var yox 3 dənə inək satıblar, 12.000 veriblər, giriblər polisə işə. Gərək bunu da mən araşdırım sənin üçün. Amerikada bilmirəm kuryer işləyim, yoxsa Sənanın qızını araşdırım. Hə? Mən bilmirəm burada. Mən 2021'in biz xəbərini tapmışıq ki, bu Çeviyin nəsli nəcabəti cındır günündə tövlədə, it tövləsində yaşamağı öz Meydan TV'ye şikayət eləyib. Meydan TV niyə yaşayış şikayət eləmsən? Xain, ay alçaq, ay bic, hə? Pis yaşayırsan, pis yaxşıdır dövlətindir də. Niyə şikayətlənirsən? Ay qoduq, niyə şikayətlənirsən? Niyə narazısan yaşayışından? Niyə o cındır günündə it tövləsindən narazılığını bildirmişsiniz 2021-ci ildə Meydan TV'ye? O Meydan TV ki, 9 dənə siyasi məhbusu var hal-hazırda qız. Niyə eləmişsiniz? Hə? Çıx açıqlama ver də.
Alparslan sənin anavı da şpaqatda saxlayıb TikTokda ki o videoları görmürsən. Bütün danışdığın yalanların hamısını ifşasını açıb qoyub. Ki Alparslanı görmürsən TikTokda. Alparslan. 10 Hə? Sənin danışığın belə, nəfəsinin belə yalan olmağın çıxır danışır da. Niyə çıxır deyə bilmirsən Alparslan deyə biri var. Düz danışır, saf danışır. Sən də onun çəkdiyi videolarda qüsurları tapa bilərsən, tapa bilməzsən. Çünki o kişi kimi mübarizə aparır. Sizsə fahişə balası kimi mübarizə aparırsınız. Bu arada deyirəm, Çevi, sənin o qızın mənimdir. Böyük onu mənim üçün balam. Sənə hədiyyə atacam hər dəfə bir dənə balina. Küçüklər belə hamı qudurub. Səndən gəlir. Bugün vəkildən danışıyorum. Vəkil çox mədəni danışır. Amma danışdıqca da mən əsəb olunam. Belli. Neyinirsiniz eləyin? Bir dənə o qadın haqqında məlumat paylaşmayın. Qadın özünü öldürər. Onlar çıxıb 2000 nəfər içində bizim ailə uşağımızdan danışır. Onlar belə getdilər. Nə bilim, ailələri klubdan tapıblar. Zaten və bizim ailəmiz özünü öldürə bilməz bunları eşidib. Yox, İmam Hüseyin balasıdır. Hə? Bu kimdir? Onların tərəfində Biz olan, bunlar, onların bu kimdir bu? sözünə haqq deyən, onların dalında duran Hansısa fahişə başını özünü eksik öldürə eləsin bilər ya. deyə. Biz Öldürəcək. haqqı danışmayaq. Kənanın sevgilisinin, Sənanın sevgilisi ortaya çıxar. O adamın əri var. Adamın əri var. O ər də bilər birdən dava düşər bunların arasında ki, bu evli adamla sevgilidir. əri var verməsin də orada burada biz bir Hə? Yox, o da deyir ki, köhnə olub söhbət. O sonradan evlənib. o vaxt veribsə olardı. Onda dinmə qaq. Bağışla get. O köhnə ver. Amma yox, bizim halalca kişi kimi pul qazanıb saxladığımız, dolandırdığımız ailə üzvlərimizdən çıxıb danışıb xain, şərəf, istənilən sözü qara yaxmanını deyə bilər. Biz deyəndə gərək Sənanın fırlandığı qızı düşünək uşaqlar. Biz bugün gərək Sənanın fırlandığı qızı düşünək ki, birdən özünə nəsə eləyər. Eləsin, neyniyər? Neyniyər la? Halal da amma sana fahişə. Sizin ayranınızı da tökəcəm yerə, o birini daha demirəm, özünüz bilin də. Mənim Telegramıma girin, dostlar. Telegram Ziver TV. Daxil olun mənim Telegram səhifəmə. Orada bütün orijinal səslər yazılıb. Bunlar nə hoqqa verir? Deməli, bir dənə bir məsələ var. Əli, səsini al əlin. Leyla Cəbiyeva Instagramda. Ancaq və ancaq toyla bağlı, məclislərlə bağlı paylaşımlar edir. Amma TikTokda, onun TikTok hesabında birbaşa İsrail və İsrailçiliyə qulluq eləyən məsələlərlə bağlı paylaşımlar edir. Və son 14 saat ərzində paylaşdığı bir fotosu var onun. Deyəsən o fotonu silib. Yox, silməyib, budur. 20 saat bundan qabaq paylaşıb bu şəkil və İsrail dilində. Sən Azərbaycanda yaşayırsan və sən İsrailli deyilsən, Azərbaycan hansısa bir bölgəsində bir dılğırsan. Prosto 3 il bundan qabaq Pasakaya təşrifdən gedib İsraillə dalgirənli edirsən. İsrail dilində yazıb ki, İsrail xalqı mənim arxamdadır və sizi məhv eləyəcək. Altdan da bir dənə 4. O nə deməkdir? İsrail xalqı mənim arxamda da Azərbaycanlılar sizi məhv eləyəcəm. 3000 nəfər də gəlib onlara alqış edirlər. Adamın TikTokda səhifəsi sırf İsraillə bağlı paylaşımlardır və İsraili Azərbaycandan üst səviyyədə tutan paylaşımlardır. Bayraqlarıyla bir yerdə. Bəli. Və paylaşdığı, bərk etdiyi hamısı son dünənləri storisinə əhli şiə məzhəbləri ilə bağlı paylaşım eləmişdir. Azərbaycanda şəhid olan şiələrin 80%-i şiə məzhəbinə olan qaqaşlarımız olub, əmilərimiz olub, dayılarımız